Hamıya salam dostlar, mən Rədizlar YouTube kanalımız xoş gəlmişsiniz. Bugün son zəng həftəsinin ikinci gününü çəkirəm. Həm də məktəbin son həftəsinin ikinci günü olur yəni. Yəni həqiqətən baxın, son həftəyə girdiyimizdə o qədər kövrəyəm ki, yəni məktəb qurtardı. Amma əslində məktəbdən yəni o qədər məktəb sevən birisi deyiləm da. Çünki biz nətər yəni kollektiv məsələn uşaqlarımız falan çox sevirəm. O da sondan sona mehribanlaşmışıq deyə bilərəm. Amma məncə yəni belə yəni ortam sevmirəm məktəbdəki. Yəni sadəcə sinifimizin uşaqları məncə məktəbi qəşəngləşdirən onlardır. Hə, nəsə. Sonra indi bu gün nə almışam, onları danışacağam. Niyə belə tezdən? Hə. Birinci gün dediyim kimi yükləmişdim videonu. Gedib orada baxa bilərsiniz. Həmən günü, yəni bu gün olur o da. Saat 4-də yatmışam. Sonra saat 6-da durasıydım, 2 saat yatıb 6-da durasıydım. Saat 10-da durdum. Amma saat 11-də dırnağa yazılmışdım. Çünki yəni bildiyiniz kimi son zəngdə yəni hamı dırnaq qoydurur. Hə, nəsə getdim, işıqlar yox idi. İşıqlar sönmüşdü. Yəni bizdə də yox idi. Dedim yəqin ki, onlar da dırnaqdır. Nəsə orada da sönmüşdü. Bir saat işıqların yanmasını gözlədik. Sonra elədik, evə gəldim. Sonra yenə dərs oxudum. Ondan sonra getdik. Mən don almışam. Donamı belə evə almışam da. Ona görə onun primerkasına getmişdim. Yəni primerkada yəni daraltmaq primerkada yəqin ki, yəni tam düzgün bilmirəm. Onun qollarını bir də bel hissəsini daraltmağa getmişdim. Ancaq dərzi dedi ki, sabah öbürsün gəlin, vaxtım yoxdur. Biz də dedik ki, yaxşı. Sonra getdim, mən plamasterları aldım. Gözüm ilə plamastera gətirim yəni. Çünki axşamları köynə yazacağıq, o da bu blokdadır. Gəldim. İndi baxın, bir dəqiqə. Belə bir incə qələm almışam. Belə. Plamaster. Yəni. Hə, bir də bunun qarasını almışam. Bunlar çox incə ucludur. İndi uclu. Bir dəqiqə. Belə incə ucludur. Mən yəqin ki, burasını istifadə eləmələm deyə düşünürəm. Mən burasını istifadə edəcəm çəkmək üçün də. Bir də bunun qarasını aldım. Bir də bu markanın bilmirəm hansı markadır. Belə göstərəm. Bunun 3 dənə qara, qırmızı olan göy, qara, qırmızı olanını almışam. Yəni, çünki köynəklər falan yazacağıq. Ona görə də bunlar lazım olacaq deyə düşündüm. Hər nəysə bu qədər. Bir də dırnaqlarımı da, yəni son halını qoyacam buralara, yerləşdirəcəm. Qaş almalıyam. Çünki niyə? Bunu da danışım. Mən lent almışdım, məzun lenti. Amma uşaqlardan fərqli almışdım. Məsələ oldu bu da. Mən elə bildim ki, yəni bu uşaqlar 8 manat 50 qəpiyə eləmişdilər lenti, qaşlı paqonun zadı. Mən də bunu 5 manata eləyən bir yer gördüm. Mən dedim ki, niyə görə 8 manat verim? O qədər cimri bir insan. Nəsə, sonra dedik ki, bu üstünə Ədizarə Nura yazılsın da. Dedi ona 8 manat. Bu amma yəni bu Mingəçevirdə olanda biz Bakıdan gətirmişdik. Amma yəni bizim sinif yoldaşlarımız Bakıdan gətirib. Nəsə dedik ki, yaxşı olsun da, danağaraq. Nəsə gətirdik, belə çapda belə sıx düşüb, həm də qaşı yapışdırmışlar. Qaşı aşırı dərəcədə iri idi, yəni çox iri idi qaşı. Mən onların hamısını sökdüm. İndi gedirəm özümə mirvari alacağam ya da normal qaşı alacağam, bilmirəm. Tez onları yapışdıracağam. Amma yəni belə çox da pis görsənmir. Amma yəni uşaqların üçün biraz fərqlənir də, yəni. Çünki onlar üçün belə aralar yazılıb, mənimki sıx yazılıb. Qayıtdım yəni bu düzəldən dedim ki, mən sizə belə deməmişdim zaten. Çünki yəni mən bunu demişdim də, yəni belə olsun, qaşlar belə olsun. Tamam fərqli bir şey eləmişdi. Hə, nəsə paqonda adım yazılıb, Ədizlərə Nura yazılıb. Hə, nəsə bir dənə paqonsuz da, paqon çıxma şəkildə bir dənə bu lentin pulunu qaytardı ki, da yəni paqonu yaxşı, dedim paqon yaxşıdır, qalsın amma lent həqiqətən heç ürəyimcə deyil. Baxın, yəni sizin belə ürəyiniz olmaz da. Çox belə yəni istədiyim kimi deyildi, heç istədiyim kimi deyildi. Dediyim şeylərin tamam əksini eləmişdilər. Ona görə də onları çıxartdım. İndi birazdan, indi mən rəqsə gedəcəm. 8 yaş rəqsimiz var. Ondan sonra da gedib o mumcuqları alıb, onu da yapışdırarıq. Hələ ki, bu qədər idi. Hələlik rəqsdə görüşərik. Bəli dostlar, indi evə gəldim və gördüyünüz kimi yenə yanımda Rəhman. Çünki evdə başqa gecəcək yeri yoxdur. Əslində yatmalı saat bizim necədir? Saat 12 işləyib. Hər nəysə, mən indi... 12 işləyib 19:29 dəqiqə. Hə, bəli dostlar, indi mən getdim, özümə mirvari aldım dediyim kimi. Bir də özümə belə bir ulduz almışam.
Amma bilmirəm görsənlər yox. Nəsə məsələn onu göstərirəm, indi görsənməli. Nəsə belə bir ulduz almışam, bir də mirvarilər aldım. Onu indi son zəng lentim də buradadır. Ona eləyəcəm, amma bu ən sonda eləyəcəyim bir şeydir. Ya da birinci bunu eləyək. Gəl birinci bunu eləyək. Fikrimi dəyişdirdim. İndi bunun qaşlarını sökürəm, çünki həddindən artıq yekə qaşlarda. Yəni məzun lenti görsəm də, yəni qaşlardan elə düşünürəm. Qaş nədir? Qaşda qaş. Ha, qaş bu deyil. Ayda. Ay, 1 saatdır bu yöntəmi tutana qədər öldüm. Bununla eləyirəm. Bayaq amma tapanca kleyinlə eləyirdim. Bərbad idi da yəni. İndi düzəldirəm. Bəli dostlar, indi onu qurtardım. İndi belə də göstərim. Və bu mənim 1 saat yarım vaxtımı alır. Bu balaca bir şey. Çünki biz birini silikondan elədim. Olmadı. Silikonu əritdi Rəhmanla falan. Sonradan getdim naqqaşla tutdum bir belə qaşları üstünə. O belə dırnaq yapışqandan oraya bununla. Ondan sürtdüm elədim. Qəşəng alındı. Yəni tam hər bir bizdə də demək Bakıdan sifariş vermişlər. Onun eynisini yəni eləmişəm. Ben buraya 2 günə qoymuşam. Mart'a gedəcək. İndi nə varıq? Köynəyimi yazırıq. Və bir şey deyim, mən buralara kley eləmişəm. İnşallah mamam bunları fərq etməz. Axırda da səni təmizləyərəm, inşallah çıxar. Bu qədər. İndi köynəyimi yazmağa şəkildə bax. Bəli dostlar, artıq videonu yekunlaşdırıram. Çünki mən köynəyimi yaza bilmədim. Necə yaza bilmədim? Mən çox qəşəng çəkmişdim şəkli falan, hər şey əla. Mən bunu vurdum. Normal hamı bundan istifadə edir də. Mənim də sarışqamın materialı elədi ki, rəngi dağılan sarışqadır. Mən də yəni bilməmişəm da. Bunu vurdum, bir dənə qara nətər yayıldısa. Gedim indi qoymuşam, başım Domestos'a qoydum. Yəni mamam onunla ağardır hər yeri. Məncə yəni bunda da işə yarayacağını düşündüm. Nəysə onu Domestos'a qoydum. Sonra gördüm ki işə yaramır. Sonra onu spirtlədim. Spirtini gördüm ki rəngi açılır, işə yarayır. Sonra spirt qurtardı. Yəni spirt 2-3 damcılıq bir şeydi də, yəni həqiqətən belə. Yəni 2-3 damcı yox da, 2-3 tutamlıq bir şeydi. Qurtardı spirt. İndi gedib sabah spirt alıb onu düzəltməliyəm. Sabah axşam da onu qurmalı, ütüləməliyəm. Sabah axşam yenə onu çəkməliyəm. Nəysə 3-cü günə qaldı artıq çəkmək. 4-cü gündə təmiz yazmalıyıq. Ümumiyyətlə qızlarla falan. Bu qədər. Nəysə, hələlik sabah görüşərik. Mən hələ gedim bu videonu etdim. Bu arada 2-yə qalır. Mən bu videonu 1 saat falan editləyərəm yəqin ki. Sonra YouTube atım, yatım. Sağ olun, videomu bəyənməyi və abunə olmağı unutmayın.